Kimlərsə gözləyir ki, mən hansısa sözümə görə üzr istəyərəm. Niyə? Öz şəxsi fikrimə görə? Yox, mən üzr istəməyəcəm. Vapervıq demişəm, dalındayım. Hamıya bir cavabım olacaq. Bəli, heç bir qız istəməz ki, gələcəkdə həyat qurduğu insan ona kasıb həyat yaşatsın. Mən o fikirlə heç də razı deyiləm. Yəni kasıb deyəndə ki, inşallah, şükür Allah heç kəs acından ölmür. Hamı bitki çörəyini tapıb yeyir. Düzümü? İnsanın layiqəti, insanın keyfiyyəti, insanın insanlığı olmalıdır. İlk öncə keyfiyyətli insan olmalıdır. O ki qaldı bugün vardı, vallahi elə varlı insanlar var ki, bilmirsən sabahı nə olacaq. Elə o kasıb deyilən ha, insan mənəviyyatdan kasıb olmasın. Mən də buradan Pərvin Abiyevə demək istəyirəm ki, sənin bütün nəsil əcəbətini qoruyan bax bu kasıb olanlar olur. Başa düşdün? Ki, hansı əskər çıxır mənə video çəkir göndərir, kişi, bu nə deməkdir? Əskər bekardır, əskərin işi gücü yoxdur. Əskər deyir ki, sənin nəslini mənim bizlər kasıb oğlanlar eləyirik də, belə deyək. Yaxşı. Birinci Vətən müharibəsində mənim əmim hal-hazırda polkovnik leytinantdır və Sviyazın rəisidir. Yaxşı, birinci Vətən müharibəsində mənim əmimin borcu var idi, onu da belə götürək də. Kiminsə borcudur vətəni qorumaq. Məni sən əskər məni qorumursan. Əskər məni qorumur, əskər xalqını qoruyur, öz ailəsini qoruyur, torpağını qoruyur. O nə sözdür, əskər sənin nəslini qoruyur. Niyə? Mənim nəslimdə əskər gedən yoxdur, mənim nəslimdə müharibədə iştirak edən yoxdur. Onda sizlərə borcu var. Bu nə danışıqdır?